Mən təzə çıxanda deyimsə, sosial şəbəkədə yox idim. Sosial şəbəkə ilə də məşhur deyildi. Fəlakət amma çox məşhur idi. Və fəlakəti belə bir söz gəzirdi ki, bu aktyor deyil, bu daydaydı, bunu tapıblar rayondan, bu özünü oynayır. Bu yəni bu zat taxmır, bu özüdür. Bu da mənim xoşuma gəlirdi. Çünki hardasa bir məclisdə oturanlar fəlakətdən danışırdılar, mən də oradaydım. Bilmirdilər məni. Mən də bilirdilər televiziyada işləyirəm. Deyirəm, ha, görmürəm onu, nə bilim, o səydir. Harda olur, xəbərim olur ki. O elədir, yoxsa aktyordur, zat deyirəm, bilmirəm. Sonradan artıq sosial şəbəkə başlayandan sonra, mən öz profilimdən görsənəndə, gəlirdilər məndən, çox səmimi olurdular. Həm də təbii ki, səmimi olurdum, amma fəlakət qədər səmimi olmurdum. Çünki bunlar gözləyirdi ki, mən görən kimi bunlarla zarafat edəcəm. Mən həmişə deyirdilər ki, əvvəl, sən niyə beləsən? Deyirəm, ha, qardaş, mən əslində beləyəm, o obrazda. Çünki o obrazı o qədər sevmişdilər ki, mən olduğum kimi qəbul eləmirdilər. Mən istəyirdilər ki, elə olum. Sonradan artıq bu sosialda artıq tanıyandan sonra efirlər filan bildilər ki, tam əks adamlardır. Təbii ki, mən də deyib gülməyi xoşlayıram, amma bir çərçivəsi var da. Yəni, mən yolda gülə-gülə gedən adam deyiləm də. Yəni, mənim də bir ciddiyyətim, bir əsəbi vaxtım, bir, nə bilim, nəsə ola bilər də.